Salam, hər vaxtınız xeyir olsun. Bugün ərişdəli, çox ləzzətli kiftə resepti bölüşürəm. Xəmir hazırlayıram. 2 stəkan unun üzərinə duz əlavə edirəm. Yumurta, biraz da soyuq su əlavə edib yumuşaq xəmir hazırlayıram. Xəmiri gözəl yoğurub 6 kündəyə ayırıram. Kündələr hazır olduqdan sonra unladığım qaba düzürəm. Üzərini örtüb qoyuram bir kənarda, üzəri qurumasın. Başlayıram yaymağa. Kündələri unlayıb yayıram. Daha sonra tavada bişirirəm. Çox bişirmirəm, hər tərəfini bişirib təpitmə hazırlayıram. Daha sonra bir ədəd də soğanı xırda doğrayıram. Qazana kərə yağı əlavə edirəm. Soğanı əlavə edib rəngi dəyişənə qədər qızardıram. Soğanın rəngi dəyişənə qədər qızartdım, hazırdır. Üzərinə pomidor sosu əlavə edib pomidoru da yağa düşənə qədər qızardıram. Üzərinə qaynar su əlavə edirəm. Vam ocaqda qoyuram qaynasın, keçirəm ət hazırlamağa. Qiymənin üzərinə duz, soğan, düyü əlavə edib qarışdırıram. Əti də bir gözəl qarışdırdıqdan sonra ətdən biraz alıb içərisinə gavalı yerləşdirib yumrulayıram. Bu qaydayla bütün əti hazırladım. Əti qaynayan suya əlavə edirəm. Qapaqla ağzını örtüb yarım saat bişirirəm. Ət yarım saat bişənə qədər hazırladığım təpitmələri hazırlayacağım. Oxlova bükürəm. Bu qaydayla olduqca nazik hissələrə ayırıram. Hazırlamışkən 6 kündə etdim. Bu yeməyə isə 3 kündənin təpitməsini vuracağım. Xəmiri də bu cür doğrayıram. Yeməkdə yarım saat bişdikdən sonra xəmiri əlavə edirəm. Bir dəfə qarışdırıram ki, xəmir bir-birinə yapışmasın. Üzərinə zövqə görə duz, qara istot əlavə edib 10 dəqiqədə xəmirlə bir yerdə bişirirəm. Xəmirlə də 10 dəqiqə bişirdikdən sonra üzərinə keşniş əlavə edirəm və artıq yemək hazırdır. Çox ləzzətli, dadına doyum olmayan bir yemək alınır. Bir dəfə də bu cür hazırlayıb yoxlayın. Çox bəyənəcəyiniz bir yemək olacaq. Videonu izləyib rəy yazan hər kəsə çox təşəkkür edirəm. Yeni videolarda görüşənədək sağ olun.